Qaldırırlar bu məsələni daima. Cahillik üzür deyil, cahillik üzür deyil, cahillik üzür deyil. Biri gəlir belə deyil, biri gəlir belə deyil. Cahillik üzür deyil və bu məsələ sənlik deyil. Əgər kimisə görürsən ki, səhvi var, dəvət elə, başa sal. Yox, dəvət eləyə bilmirsənsə, çəkil qırağı. O deyir, yox, mən dilim qutardı, kafirdir. Sən kafir demək, sənin nə işin lazımdır? Sən öz günü vahla. Qiyamət günü Allah'a qarşı nə cavab verəcəksən? Sən nə lazımdır? Kimisə təkfir eləmək. O sənlik deyil. Dinini öyrən. Dinini öyrən, əxlaqı öyrən. Dəvət elə. Budur əsas. Amma qaldırırsan cahillik üzür deyil və s. Sən kimsənin məsələsilə müzakirə edirsən əslən. Ona görə mən məsləhət edirəm, hələ adamlara qulaq asmayın. Onlar xəstə olub. Manyakdır da, ola bilsin, dini manyakdır, tutub bir dənə şeydən, manyakdır. Xəstədir, tutub onu öyle gedir belə. Ya da Allah bilir nədir. Allah bilir nədir, qoşulub hansısa dəstəyə. Onlarda da bu məsələ ən əsas məsələlərdir. Vəssalam. Aydındır.